Salam, hörmətli abituriyentlər. Gəncə xanlığı haqqında danışırıq. Gəncə xanlığının əsasını Şahverdi xan Ziyadoğlu qoymuşdu. Qacar tayfası olan Ziyadoğlular nəslindən idi. 18-ci əsrin 50-ci illərində Gürcüstanın yürüşlərinə məruz qalmış, bir müddətlik ondan asılılığı qəbul etmişdi. Osmanlı dövləti və Qarabağ xanlığı ilə dostluq əlaqələri qurmağa çalışmışdır. 1752-ci ildən Osmanlı sarayına elçilər göndərilməyə başlanılır. Qarabağ xanlığından asılı vəziyyətə düşmüşdür. Şahverdi xandan sonra hakimiyyətə gələn xanlar Qarabağ və Kartli Kaxetiya çarlığına tabe olmaq istəmədilər və asılılıq vergisini ödəməkdən imtina etdilər. Ona görə də 2-ci İraqli ilə Pənahəli 1780-də Gəncə üzərinə hücuma keçirlər və Gəncə xanlığı Kartli Kaxetiya çarlığı ilə Qarabağ arasında bölüşdürülür. Gəncə xanlığının bölüşdürülməsi Qaradağ xanlığı ilə və Şamaxı xanlığı ilə oxşardır. Şamaxı Quba ilə Şəki arasında bölüşdürülür. Qaradağ Xoy və Qarabağ arasında bölüşdürülür. Şəki də Gürcüstanla Qarabağ arasında bölüşdürülür 1780-də və Gəncə üzr istəyirəm. Və Gəncə xanlığında iki hakimiyyətlik yaranır 1780-ci ildən. Lakin bu çox çəkmir. 1783-cü ildə Gəncə əhalisi Gürcü çarı 2-ci İraqli və Qarabağ xanlığının buradakı hakimlərinə qarşı üsyan qaldırıb onları qovurlar və iki hakimiyyətlik devrilir. Və 1786-cı ildə isə biz Cavad xanın hakimiyyətə gəldiyini görürük. Qəhrəman Cavad xan. O, xanlığın müstəqilliyini daha da gücləndirdi. Şəmşəddil Qazax Borçalı torpaqlarını Gürcü təsirindən azad etmək siyasəti yürütdü. Azad etmək siyasəti yürüdü. Lakin 1804-cü ildə təbii ki, Rusiya ilə bacarmadılar. Rusiya Gəncəni işğal edir və Gəncə xanlığı ləğv edilir. Cavad xan da ruslarla döyüşdə qəhrəmancasına şəhid olur. Belə, dəyərli yoldaşlar, Gəncə xanlığı haqqında videomuz qısa şəkildə sizə təqdim edildi. İndi isə vəsaitimizdən mövzunu öyrənək. Hər birinizə uğurlar.